Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib. Ermənistan hökumətinin başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsinə gəlib. Duş cihazı satır. Qeyd edək ki, parlament seçkilərində 18 siyasi qüvvə, 16 partiya və 2 partiya bloku iştirak edir. Ölkə üzrə 2000-dən çox seçki məntəqəsi açılıb. Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi sensasiyon bəyanatda gələcəkdə Azərbaycana rəsmi səfər etmək niyyətində olduğunu açıq şəkildə bəyan edib. Erməni hökumət başçısı ölkəsinin beynəlxalq əlaqələrini çox şaxəli şəkildə inkişaf etdirmək əzmində olduğunu vurğulayaraq, yaxın illərdə Bakıda keçirilməsi planlaşdırılan qlobal tədbirə qatılmaq istədiyini bildirib. Paşinyan çıxışında rəsmi İrəvanın xarici siyasət prioritetlərinə toxunaraq qətiyyətlə qeyd edib. Mən həm Moskvaya, həm də Vaşinqtona, həm də Brüsselə gedəcəm. Artıq əvvəllər də bəyan etdiyim kimi Bakıda təşkil olunacaq Avropa Siyasi Birliyinin samitində şəxsən iştirak etmə imkanı qazanacağıma böyük ümid bəsləyirəm. Biz beynəlxalq münasibətlərimizi tam hüquqlu və geniş miqyaslı şəkildə inkişaf etdirmək niyyətindəyik. Ermənistan baş naziri həmçinin son dövrlər mətbuatda geniş müzakirə olunan bir mövzuya İrəvanla Moskva arasında yaranan ciddi çatqlar barədə iddialara da aydınlıq gətirib. O, Rusiya ilə münasibətlərdə güya hansısa gərginliyin mövcud olması barədə gəzən söz-söhbətləri tamamilə süni adlandıraraq bu cür şayələrin heç bir real əsası olmadığını iddia edib.